Salam hörmətli müəllimlər. Bizim bugünkü dərsimiz coğrafiya fənninə həsr olunur. Biz bugün Şərafət Hüseynlinin təqdimatında dünyanın iqtisadi coğrafiyası mövzusuna dair müxtəlif test tapşırıqlarının izahına qulaq asacağıq. Salam Şərafət xanım. Salam Pərvinə xanım. Şərafət xanım, dünyanın iqtisadi coğrafiyası mövzusu hansı məzmun sahəsini əhatə edir? Bu mövzu cəmiyyət məzmun sahəsini əhatə edir. Və bu bölməyə aid də bizim sertifikasiya imtahanında xeyli test tapşırıqlarımız olacaq. Və mən əvvəlcədən sertifikasiya imtahanı verəcək müəllimlərimizə uğurlar arzu edirəm buradan və bugün çalışacağım ki, onlara bəzi test tapşırıqlarının izahını verim və onunla da yəqin ki, az da olsa onlara kömək etmiş olaram. Təşəkkür edirik buna görə. Buyurun test tapşırıqlarının izahına keçək. Deməli, məlumdur ki, dünyanın iqtisadi coğrafiyası xeyli sayda geniş mövzuları əhatə edir. Onlara dünyanın siyasi xəritəsi, elmi-texniki inqilab, sonra beynəlxalq iqtisadi əlaqələr, dünyanın sənayesi, kənd təsərrüfatı, nəqliyyatının coğrafiyası, dünya əhalisi və s. mövzular buraya daxildir. Deməli, birinci test tapşırığımız beynəlxalq iqtisadi əlaqələrə aid olan test tapşırığıdır. Uyğunluq modelinə də tərtib edilmiş tapşırıqdır. Burada nə soruşulur? Cədvəldə verilən doğru və yanlış ifadələrin uyğunluğunu biz müəyyən edəcəyik. Birinci cədvəldəki, sütundakı, daha doğrusu cədvəlin birinci sütunundakı cavablar hansı doğrudursa, biz onu müəyyən edəcəyik və onu doğru cavaba daxil edirik. İkinci sütundakı isə yanlış cavabı, yəni bu 3 və 4 cavablarından hansı həqiqətən də yanlışdırsa, onu müəyyən edib doğru cavaba daxil edirik. Birinci, ASEAN təşkilatı beynəlxalq iqtisadi inteqrasiyanın sahəvi formasına aiddir. Məlumdur ki, beynəlxalq iqtisadi inteqrasiyanın iki forması var. Bu sahəvi və regional formadır. Sahəvi hər hansı bir təsərrüfat sahəsini əhatə edir və bu təşkilat və yaxud inteqrasiya müxtəlif regionları əhatə edə bilər. Regional təşkilatları isə və yaxud inteqrasiya forması isə yalnız bir regionu əhatə edir. Müəllimlərimizə məlumdur ki, ASEAN təşkilatı regional formaya aiddir. Ona görə də bu bənd üçün, bu sütun üçün bu yanlış cavabdır. Yəni doğru cavab deyil və doğru cavabımıza daxil olmur. Ölkə daxilində güzəşt tətbiq edilərək inkişaf etdirilən ərazilər azad iqtisadi zona adlanır. Bu bənd doğru bənddir. Çünki bilirsiniz ki, məlumdur ki, hər hansı bir ölkənin iqtisadi cəhətdən əlverişli ərazilərinə xarici investisiya cəlb etmək üçün orada müəyyən güzəştlər, vergi güzəştləri, gömrük güzəştləri tətbiq edilir və bununla da həmin region inkişaf etdirilir. Deməli, bizim doğru cavabımızın birinci bəndi 2 ilə başlamalıdır. Bax, burada göründüyü kimi 2 ilə başlayan bizim 2 bəndimiz, B və D bəndimiz var. Deməli, biz əsas bu bəndləri nəzərdən keçirməliyik. İkinci sütunda yanlış olan ifadələrə fikir verək. 3. Qərbi Avropa ölkələri beynəlxalq iqtisadi inteqrasiyanın iqtisadi və valyuta birliyi mərhələsindədir. Bu doğru cavabdır. Yanlış olmadığı üçün 3 doğru cavaba daxil olmur. Qaldı 4-cü bəndimiz, maşın və avadanlıqlar, yüksək texnologiya məhsullarının əsas ixracatçısı inkişaf etməkdə olan ölkələrdir. Bu əksinə inkişaf etməkdə olan yox, inkişaf etmiş ölkələr olduğuna görə bu məhsulların ixracatçısı 4 cədvələ uyğun cavab, yəni yanlış cavab kimi burada çıxış edir. Ona görə də doğru cavabımız olacaq D bəndi 2 və 4. Keçək növbəti sualımıza. Bu sual xəritə biliklərinin yoxlanılmasına əsaslanır. Burada həm dünyanın əhalisinə, həm də ki, ölkələrin iqtisadi coğrafi mövqeyinə aid olan mövzular əhatə olunur. Eyler-Venn diaqramına əsasən biz uyğun bəndləri burada müəyyən etməliyik. Əvvəlcə verilən xəritələrə baxırıq. Burada 3 ölkənin xəritəsi verilib və həmin xəritələrin hansı ölkələrə aid olduğunu müəyyən edirik. Birinci xəritə Almaniyaya aiddir, ikinci Filippin, üçüncü isə Meksikanın
təsvir edir. Deməli, biz bu üç ölkəyə aid olan cəhətləri seçməliyik. A bəndində iqtisadi və məhəlli sulara malikdir. Müəllimlərimizə məlumdur ki, iqtisadi və məhəlli sular yalnız o ölkələrdə ola bilər ki, onlar dəniz və yaxud okean sahilində yerləşsin. Göründüyü kimi, üç ölkənin hamısı okean sahili ölkə olduğu üçün bu cəhət onların hər üçünə aid olacaq. Deməli, A bəndi oradakı birinci rəqəmə uyğun gələcək. B bəndində inkişaf etməkdə olan ölkədir. İnkişaf etməkdə olan ölkələrə burada iki ölkə daxildir. 2 və 3, yəni Filippin və Meksika. Almaniya isə inkişaf etmiş ölkədir. Deməli, ikinci cəhətimiz ikinci və üçüncü ölkələrə, yəni 3-ə aid olacaq. C bəndində əhalisi eyni dil ailəsinə aiddir. Bu Almaniya və Meksikaya aid olacaq. Çünki hər iki ölkənin əhalisi Hind-Avropa dil ailəsinə aiddir. Lakin almanlar German dil qrupuna, Meksikalılar isə İspan dilində danışdığı üçün Roman dil qrupuna daxildirlər. Ancaq eyni ailəyə daxildirlər. Ona görə də C bəndi aid olacaq birinci və üçüncü ölkələrə, yəni 4-ə. Və nəhayət sonuncu D bəndində eyni yarımkürələrdə yerləşirlər. Almaniya və Filippin, onlar hər ikisi həm şimal, həm də şərq yarımkürələrində yerləşdiyinə görə bu cəhət 1 və 2 ölkələrinə, yəni ikinci bəndə uyğun olacaq. Meksika isə şimal yarımkürəsində yerləşir. Lakin qərb həm də eyni zamanda qərb yarımkürəsində yerləşdiyi üçün bu birisi ölkələrlə eyni yarımkürədə yerləşmir. Beləliklə cavabımız D bəndi olacaq. 1A, 2D, 3B və 4C bəndi. Növbəti sualımız bu dünya əhalisinə aiddir, urbanizasiya prosesinə aiddir. Şəhər aglomerasiyalarının şərqdən qərbə doğru düzgün verilmiş sırasını müəyyən edir. Müəllimlər bu şəhərlərin, verilən şəhərlərin hamısı müəllimlərimizə yaxşı tanış olan şəhərlərdir. Ona görə də mən güman edirəm ki, onlar belə suallara cavab verməkdə çətinlik çəkməyəcəklər. Sadəcə olaraq bu şəhərlərin mövqeyini bilmək və onları düzgün şəkildə şərqdən qərbə doğru yerləşdirmək lazımdır. Deməli, buradakı şəhərlərdən ən şərqdə olanı Çinin ən böyük şəhəri olan Şanxay şəhəridir. Şanxaydan qərbə doğru gəldikcə birinci Sankt-Peterburq şəhəri, sonra Avropada Avstriyanın paytaxtı Viyana şəhəri, daha sonra Böyük Britaniyanın paytaxtı London və ən axırda isə Amerika Birləşmiş Ştatlarına aid olan Houston şəhəri gələcək. Deməli, bizim doğru cavabımız A bəndidir. 4, 5, 2, 1 və 3 cavabı. Növbəti sualımız. Növbəti sualımız dünya sənayesinin coğrafiyasına aiddir. Burada xəritədə sənayeyə aid olan bir məhsulun daşınma, yəni ixrac və idxal istiqaməti verilmişdir. Xəritəyə nəzər salaraq görürük ki, bu məhsul Avstraliyadan Yaponiyaya, Cənubi Afrika Respublikasından Avropaya və Braziliyadan isə Avropaya daşınır. Və bundan bizə məlum olur ki, söhbət dəmir filizindən gedir. İndi bu sualın bəndlərinə baxaraq dəmir filizinə aid olan bəndləri biz düzgün cavab kimi seçməliyik. Birinci, dəmir filizinin daşınma istiqamətləri verilmişdir. Dediyim kimi, xəritə dəmir filizinə aiddir, ona görə də biri biz düzgün cavab kimi götürəcəyik. İkinci, daşınan məhsul çökmə mənşəli suxurlara aiddir. Dəmir filizi çökmə deyil, maqmatik mənşəli suxurdur. Ona görə də bu yanlış bir bənddir. Üçüncü, daş kömürün daşınma istiqamətləri qeyd edilmişdir. Əvvəlcə qeyd etdiyim kimi, bu daş kömürü deyil, dəmir filizidir. Ona görə də 3 də yanlışdır. 4. Qara metallurgiya üçün xam maldır. Bu doğru cavabdır. Müəllimlərimizə məlumdur ki, dəmir filizi qara metallurgiyanın əsas xam malıdır. 5. Rusiya, ABŞ və Hindistanda zəngin ehtiyatları vardır. Bəli, bu da doğru cavabdır. Ona görə də doğru cavabımız 1, sonra 4 və 5 bəndləri olacaq. Deməli, A bəndidir. Növbəti sualımıza keçək. Məhəlli sulara və iqtisadi zonaya malik olan ölkələr.
Bu ölkələrin iqtisadi coğrafi mövqeyinə aid olan bir sualdır. Burada yəni mümkün qədər müəllimlərimiz üçün sadə bir test tapşırığıdır. Burada hansı ölkələr ki, okean və dəniz sahilində yerləşirsə, biz onları müəyyən edəcəyik. A bəndinə baxaq. Çin, Rusiya, Əfqanistan və Çad. Birinci iki ölkə dəniz ölkəsidir, lakin Əfqanistan və Çadın dünya okeanına çıxışı olmadığı üçün bu yanlış bənddir. B bəndi Braziliya, Özbəkistan, Koreya Respublikası və Belarus. Bu bəndi də Özbəkistan və Belarus ölkələri pozur. C bəndində Portuqaliya, Kenya, Çili və Niger ölkələri verilir. Burada da bütün ölkələrin dənizə çıxışı var, lakin Niger istisna təşkil edir. Nigerin dənizə çıxışı yoxdur. D bəndində Peru, Hindistan, Senegal və Meksika. Göründüyü kimi bu ölkələrin dördü də dəniz sahilində yerləşir. Ona görə də onlar həm məhəlli, həm də iqtisadi zonaya malik ölkələrdir. Y bəndində isə bu cavabı Qazaxıstan və İsveçrə pozur. Ona görə də bizim cavabımız D bəndi olacaq. Növbəti sualımıza keçək. Bu, dünya nəqliyyatının coğrafiyasına aid olan sualdır. Burada böyük dəniz limanları verilib və onlara aid xüsusiyyətləri biz aşkar etməliyik. Tampa, Sindao limanlarının yerləşdiyi ölkələrin Santos limanının yerləşdiyi ölkədən fərqli cəhətlərini müəyyən edin. Tampa və Sindao limanları, Tampa Amerikada, Amerika Birləşmiş Ştatlarında, Sindao isə Çində yerləşən böyük dünya limanlarıdır. Santos isə Braziliyanın limanıdır. Deməli, biz burada nəyi tapmalıyıq? Amerika Birləşmiş Ştatları və Çinə aid olan cəhətlərin, Çinin Braziliyadan fərqləndirən xüsusiyyətləri tapacağıq. Birinci, tamamilə şimal yarımkürəsində yerləşir. Bu doğru cavabdır. Çünki Braziliya cənub yarımkürəsində yerləşir. Çin və Amerika Birləşmiş Ştatları isə şimalda. Bir doğru cavabdır. 2. Əhalisinin əksər hissəsi Hind-Avropa dil ailəsinə aiddir. Bu doğru cavab deyil. Çünki Çin tamam başqa ailənin dillərində danışır. Çinin əhalisi Amerika Birləşmiş Ştatları, bəli, Hind-Avropa dil ailəsindədir. Bu yanlış cavabdır. 3. Urbanizasiya səviyyəsi yüksəkdir. Çində urbanizasiya səviyyəsi digər ölkələrdəki qədər yüksək olmadığı üçün bu da yanlış cavabdır. 4. Subtropik iqlim qurşağının musson iqlim tipi müşahidə edilir. Bəli, bu doğru cavabdır. Çünki həm Amerika Birləşmiş Ştatlarında, həm də Çində bu iqlim tipi yayılmışdır. Deməli, bizim hələ ki 2 cavabımız məlumdur. 1-ci və 4-cü cavablarımız. 5. Xammal ixracatçısıdır. 6. Sakit okeana çıxışı var. Bəli, bu deməli Tampa, Sindao, Çin və Amerika Birləşmiş Ştatlarının Sakit okeana çıxışı var, lakin Braziliya isə yalnız Atlantik okeana çıxışı olduğu üçün yəni bu cəhət fərqli cəhət sayılır. Ona görə də doğru cavabımız olacaq B bəndi 1, 4 və 6 cavabları. Növbəti sualımız məsələ tipli, hesablama tipli tapşırıqdır. Bu, dünyada ümumi milli məhsul və ümumi daxili məhsul anlayışlarına həsr edilmişdir. Sualda deyilir, ümumi milli məhsulun ölkə daxilindəki payı ümumi daxili məhsulun 15%-nə bərabərdir. Ümumi milli məhsul 100 milyard dollar, ümumi daxili məhsul isə 150 milyard dollar olarsa, xarici şirkətlərin ümumi daxili məhsuldakı payını hesablayın. İlk olaraq biz müəyyən etməliyik ki, ümumi daxili və ümumi milli məhsul anlayışları nə deməkdir və biz onları necə hesablaya bilərik? Ona görə biz deməli özümüzə çox sadə formada belə bir formul tərtib edirik. Belə ki, ümumi daxili məhsul dedikdə biz ölkənin daxilində yerləşən milli şirkətlərin və
ölkənin xaricində yerləşən, ölkənin daxilində yerləşən xarici şirkətlərin, yəni Azərbaycanın öz şirkətləri və burada yerləşən xarici şirkətlərin il ərzində deməli istehsal etdiyi məhsul və xidmətlərin valyuta ilə dəyəri deməkdir. Ümumi milli məhsul isə ölkənin həm daxilində, həm də xaricində yerləşən yalnız milli şirkətlərin il ərzində istehsal etdiyi məhsulun valyuta ilə dəyəridir. Məsələn, tutaq ki, Azərbaycanın milli şirkətləri həm Azərbaycanda, həm də deyək ki, Türkiyədə və digər başqa ölkədə də məhsul istehsal edir. Deməli, birinci biz bunu müəyyən edirik. Bax, bizim məsələmizə görə ümumi milli məhsul nə qədərdir? 100 milyard dollardır. 100 milyard dollar. Ümumi daxili məhsul isə 150 milyard dollardır. Biz deyirik ki, ümumi milli məhsulun ölkə daxilindəki payı, yəni ölkənin daxilində yerləşən milli şirkətlər ümumi daxili məhsulun, yəni 150 milyard dolların 15%-dir. Ona görə də biz belə bir tənasüb qururuq. Yəni 150 milyard dollar ümumi daxili məhsulu 100% qəbul edirik və onun 15%-ni tapırıq. Bu 15% eləyəcək 22,5 milyard. Yəni bu nə olacaq? Bax, bunu gətirib qoyuruq bura. Ölkənin daxilində olan deməli milli şirkətlərin payı. Sonra isə buna əsasən biz ümumi daxili məhsulda 150 milyard olduğuna görə 150 milyarddan ümumi daxili məhsulun 150 milyardından bu 22 yəni 15%, 22,2 milyardı çıxırıq və ölkə daxilindəki milli xarici şirkətlərin payını tapırıq. Və bu da edir 127,5 milyard dollar. Deməli cavabımız C bəndi olacaqdır. Və nəhayət biz sonuncu sualımıza gəlib çatdıq. Bu, dünya əhalisi mövzusuna aiddir. Sualda soruşulur. Ölkə əhalisinin sayı 12 milyon nəfər, təbii artım isə hər 1000 nəfərə 7 nəfərdir. Təbii artım eyni qalmaq şərti ilə 5 il sonra ölkə əhalisinin sayını hesablayın. Bu, proqnoz xarakterli bir tapşırıqdır və biz bunu necə həll edə bilərik? Birinci, biz bilirik ki, ölkənin hər 1000 nəfəri növbəti il olur 1007 nəfər. Yəni 1000 nəfərə 7 nəfər əlavə edirik və o əlavə olunur. Ona görə də belə bir tənasüb qururuq. Yəni 1000 nəfərə 7 nəfər artırsa, bəs bütün ölkə əhalisinə nə qədər əhali əlavə olunur? Bunu tapırıq. Yəni 12 milyona X tapırıq. Və tapırıq ki, hər il bu ölkənin əhalisi 84 min nəfər artır. Bizə verilir ki, 5 il sonra ölkənin əhalisinin sayını tapaq. Deməli, orta illik artımı biz 5-ə vurmaqla 5 ildə əhalinin neçə nəfər artacağını tapmış oluruq. Yəni, 5-i 84 min nəfərə vurub 420 min nəfər alırıq. Sonra isə 5 ilin sonunda ölkənin əhalisi neçə nəfər olduğunu bilmək üçün həmin bu sayı ölkə əhalisinin sayına əlavə edirik və alırıq 12.420 min nəfər. Yəni, testimizin cavabı C bəndi. Əziz müəllimlər, bununla da mənim sizə izah edəcəyim testlər sona çatdı. Diqqətinizə görə təşəkkür edirəm və hamınıza gələcək imtahanda uğurlar arzu edirəm. Şərəfət xanım, biz də sizə təşəkkür edirik ətraflı izahlarınız üçün. Ümid edirəm ki, bu mövzu ətrafında müəllimlərin heç bir sualı olmayacaq və hər şey onlar üçün aydın olacaq. Təşəkkür edirik. İnşallah, biz də ümid edirik. Çox sağ olun. Təşəkkür. Əziz müəllimlər, bugünlük verilişimiz bu qədər. Növbəti buraxılışlarda görüşənə qədər.